Salam, deməli, bugün biz sadə sifət sxemini yığacağıq. Bunun üçün Zelisoft proqramına daxil oluruq və burada birinci qurğunu seçib, dördüncü parametri seçirik və buranı keçib ladder dili yox, FPD dilinə daxil oluruq. Bizim üçün lazım olan proqramı yığmaqdan ötürü ilk öncə bizə giriş və çıxış giriş və çıxış elementlərini daxil etmək lazımdır. Giriş bir element, çıxışa isə 3 ədəd. Təbii ki, svetoforun üst işığı olduğu üçün onun birincini adətən qırmızı, bunu ikincini atılmaq üçün Ctrl düyməsini basıb aşağı dartırıq. İkincini sarı və üçüncünü isə yaşıl seçirik. Və bizə lazımdır ki, əvvəlcə qırmızı yansın, sonra sarı, sonra yaşıl və yenidən yaşıldan sonra qırmızı yansın, yaşıldan sonra sarı yansın, yenidən qırmızı. Sarı xəbərdar edici nişan kimi qırmızı ilə yaşılın arasında hər zaman olur. Deməli, burada bizə ən çox nə lazım idi? Bizə lazımdır birinci deməli LI timeri. Bunu da FPD-dən götürürük. LI timeri yuxarıdan üçüncü sayıladır. Bunu birləşdiririk giriş diskret impulsu ilə. Daxilinə hələ ki heç nə yazmırıq. Çünki bizim növbəti hər bir lampanın yanma müddətini yazdıqdan sonra onlara ümumi müddətlərinin cəmini LI timerinə yazacağıq. İkinci isə BH timeri götürürük. BH timerini hər 3 lampaya istifadə edəcəyik. BH timerini LI timeri ilə birləşdirir və BH-ın girişini LI-yə birləşdirib, çıxışını isə qırmızı lampaya birləşdiririk. Deməli, biz buna vaxt veririk. İstənilən bir vaxt verə bilərik. Mən saniyəni seçirəm və məsələn buna qırmızı işığın yanması üçün 4 saniyə seçdim və ok elədim. Təbii ki, burada B funksiyasını götürürük. Bizə svetoforda B funksiyası lazımdır. İkinci, bizə lazımdır ki, burada not elementinə istifadə edək. Niyə? 4 saniyədən sonra qırmızı işıq söndükdə not elementi girişi 0 olacaq, çıxışı 1 olacaq. Bizə sarı işığın yanması üçün bir siqnal lazımdır. Onun üçün də BH timerindən yenə istifadə edəcəyik. Yenə not elementinin çıxışını BH-ın girişinə, BH-ın çıxışını isə bir dəqiqə. Burada biz sarı lampanın girişinə 2 siqnal birləşdirəcəyik. Çünki qırmızı, sarı, yaşıl və yenidən yaşıl, sarı, qırmızı yandığına görə sarı 2 dəfə istifadə olunacaq. Bizə BH-dan 2 dəfə sarıya istifadə edəcəyik. Onun üçün bura sarının girişinə yalnız bir siqnal birləşdirmək olur. Onun qarşısına 2 siqnal birləşdirmək üçün logic bölməsindən OR elementini seçirik. İstənilən qədər element birləşdirmək olur. Bizə lazımdır. OR elementinin girişini birləşdiririk BH-a və yenidən not elementi istifadə edəcəyik. Çünki sarı söndükdən sonra dərhal yaşılın yanması üçün və BH-a deməli, sarı işığın yanması üçün yenə vaxt seçirik, saniyə seçirik. Mən istəyirəm ki, 3 saniyə müddətində sarı işıq yansın. Bu qədər vaxtda yəqin ki, hamı hazırlaşa bilər və təbii ki, çoxdur. Yenə də BH timeri, yaşıl işıq üçün istifadə edəcəyik. BH timerini istifadə edirik və onu çıxışını yaşıl işığa birləşdiririk. Daxilinə giririk. Buradan yenə saniyə seçirik. Mən 6 saniyə müddəti seçirəm ki, yaşıl işıq məncə bu qədər kifayətdir. Və yaşıl işıq söndükdən sonra yenidən sarı işığın yanması üçün yenə not elementi lazım olacaq bizə və not elementini birləşdiririk BH-ın çıxışına. Not elementinin çıxışını isə birləşdiririk eyni BH, sarı lampanın BH timerini yenə də istifadə edirik burada. Çünki vaxtı eyni olsun istəyirik. Və sarı lampanın ikinci BH-ının çıxışını da birləşdiririk sarı lampaya. Deməli, burada əvvəlcə gəlin proqramımızı
vaxtlarını cəmləyək. Birinci taymerimiz 4 saniyə, ikinci taymerimiz 3 saniyə, cəmi 7 saniyə, üçüncü taymerimiz 5 saniyə, 12 saniyə və dördüncü taymerimizdə 3 saniyə, cəmi 15 saniyə oldu. Deməli, eli taymerimizə vaxt verərkən bütün taymerlərimizin cəmi, proses taymerlərimizin cəmi, BH-ların cəmi 15 saniyə etdi və eli taymerinin yanma vaxtını 1 saniyə, sönmə vaxtını 14 saniyə seçilir. Niyə? Çünki bunların cəmi 15 saniyə olmalıdır. Proses 15 saniyə müddətində baş verir. 15 saniyə müddətində baş verir. Deməli, bunları seçdikdən sonra taymerimizi simulation run, avadanlığımızı, yəni proqramımızı simulation run edirik və in girişini qoşuruq. Qırmızı, sarı, yaşıl və yenidən sarı və yenidən qırmızı yanacaq. Bu da onu göstərir ki, svetoforumuz işə düşür. Gəlin ikinci bir vaxt seçək. Məsələn, istəyərəm ki, qırmızı lampam 3 saniyə yansın. Sarı lampam 2 saniyə yansın və yaşıl lampam yansın 4 saniyə. Yenidən sarı lampam 2 saniyə yansın. Bunları cəmləsək, cəmi deməli 3, 2, 5, 4, 9, bu da 2, elədi 11. Deməli, biz LI taymerinin daxilinə 1 budur, 10 da buraya yazmalıyıq. Cəmi 11 olmalıdır. Və ok etdik. Beləcə qırmızı, sarı, yaşıl, sarı və qırmızı yanacaq. Bu da bizim svetoforumuz hazırdır. İşıq for daha doğrusu.